İmam Malik rahimahullah 4 məzhəb alimlərindən biri, elm sahibi, cəlal sahibi və elmdə güclü olan biri, Mədinə alimlərindəndir. Bir gün qardaşlarım, Mədinədə dərsdə olduqları zaman elm məclisində oturublar, birdən çöldən səs gəlir. İnsanlar deyir ki, fil gəldi, fil. Mədinəyə fil gətirirlər. Bu, təbii haldır, qardaşlar. İnsanlar görmədikləri, haqqında eşitdikləri, hər hansısa bir şeyin barəsində xəbər gəlirsə, insan can atır, istəyir ki, gedib baxsın. Mədinə əhli üçün fil, yəni onların görməyə adət etdikləri heyvanlardan deyildi. Məsələn, desəydilər ki, dəvə gəlir, bunlar hər gün zaten yəni hərəsinin, yəni çox olmasa da bir dəvəsi var. Özünün olması da qonşusunun var. Aydındır. Bunlar üçün maraqlı deyildi. Lakin fil maraqlıdır. Fil maraqlıdır. İmam Malikin dərsində oturan bütün tələbələr hamısı dərsi tərk edirlər, qardaşlar. Hamısı dərsi tərk edirlər. Və gedirlər filə baxmağa. Gedirlər filə baxmağa. O dərsdə yalnız bir nəfər oturur. Bir nəfər. Endolosdan gələn. Yahya ibn Yahya Əl-Leythi. İmam Malik, onun üçün əlhamdülillah, yəni elə də qəlbində şey yoxdur ki, niyə tələbələr getdi? Çünki başa düşür insanlar, yəni. Fil görməyiblər, filə baxmaya edirlər. Lakin qəribə olan o bir nəfərin getməməsidir. Getmələri qəribə deyil. Getməmələri qəribədir. Yahya ibn Yahya Əl-Leythidən soruşur. Sən fil görmüsənmi? Sən niyə getmədin filə baxmağa? Yahya deyir ki, mən fil görməyə deyil, İmam Maliki görməyə gəlmişəm. Mən İmam Maliki görməyə gəlmişəm. Aydındır? Bugün qardaşlar, bizi məqsəddən yayındıran neçə fillərimiz var? Neçə fillərimiz var? Nə qədər fillər var ki, bizi məqsəddən yayındırır? İmam Malikin Muvatta kitabını rəvayət edən günümüzə gəlib çıxmasına səbəb olan ən məşhur tələbələrdən sizcə kim oldu? Kim idi? Yahya ibn Yahya Əl-Leythi şeyxin kitabını, Muvattanı rəvayət edib. O rəvayət edib o kitabı. İmam Malikin Muvattası. Hansı ki, İmam